Bu kremin özəlliyi nədədir? Çox gözəl ağrı kəsicidir. Məsəl üçün, işdən yorğun gəlmişik, ayaqların yorğunluğunu çox gözəl götürür. İnsan neçə saat ayaq üstə qalır? Bəli, varikoz genişlənmələrə çox gözəl yaxşı təsir edir. Və eyni zamanda osteoxondrozda, artrozlarda, revmatoid artritlərdə çox yaxşı təsiri var. Bilirsiniz necə? Məsəl üçün, revmatoid artritlərdə var ki, mazlar, ondan istifadə edəndə ağrı azalır və yaxud da ağrı tamamilə keçmir. Və yaxud da nə qədər gərək bunu uzun müddətli çəkəsən və yaxud ağrı kəsicilərdən istifadə edəsən. Bu, o qədər möcüzəvi bir kremdir ki, ağrı kəsici istifadə etmədən belə həmin ağrı, hətta sinir ağrısı, onurğada yırtıq olanda, protruziyalar olanda biz bu yağdan istifadəsini veririk, bu məlhəmlə də deyək. İstifadəsini veririk, 2 günə inanın ki, təsiri var. Mən hətta bunu təcrübəmdə necə rastlaşmışdım, bir yığıncaq idi, getmişdik. Mən həmin adama verməmişdim sözünü açıq bu məlhəmi də. Xanımın ayağı ağrıyırdı, evyəsinin ayağı ağrıyırdı. Vermişdim ki, o istifadə etsin. Bir dəfə istifadə ilə çox gözəl təsir almışdı. Halbuki o adamı demişdik, qırdaq xilməsi var, ağrıları ona görə bir çox proseslərdən keçmişdi, amma effekti olmadı. Və bunun da bir qohumu var, gəlmişdi ora qonaq. Revmatoid artritin neçə illərdir və o digər bir tanınmış şəxsin yanında olmuşdu. Düzdür, bu məlhəmi vermişdi, necə vermişdi? Orada çilə-dağ bitkisinin digər yağda hazırlanmış məlhəmini vermişdi. Burada ilan yağının onunla elə bir ki, sintezi gözəl bir partlayış verir. Və o da inanmayaraq götürüb çəkmişdi. Dedi ki, Nizə xanım, inan, mənim neçə illik ağrımı elə bir ki, 50% azaltmışdı.